X oxu üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdi. 8-ci saniyənin sonunda bu maddi nöqtələr arasındakı məsafə. Qrafikdən baxırıq ki, necə hərəkətdir? Düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkət üçün gəlin koordinat tənliyimizi yazaq. X nəyə bərabərdir? X0 üstəgələk Vx deyə. Düzdürmü? Gəlin baxaq, görürük ki, sürəti bilməliyik. Ona görə A cisminin sürətini tapaq. X minus X0 bölünsün T'yə. Gəlin baxaq, A cismi budur. Son koordinat mənfi 20-dir. Başlanğıc koordinat da mənfi 30-dur. Yazırıq, mənfi 20 çıxılsın, mənfi 30 bölünsün 5-ə. Cavab eləyəcək 10 bölünsün 5-dən müsbət 2. B cismi üçün gəlin sürəti tapaq. Deməli, son koordinatımız B cismi üçün son koordinatımız olacaq mənfi 20. Çıxılsın başlanğıc koordinat da mənfi 10. Cavab olacaq, deməli, mənfi 2. Düzdürmü? İndi gəlin koordinat tənliklərimizi yazaq. Koordinat tənliyimizi yazaq. Deməli, A cismi üçün gəlin yazaq birinci. A cismi üçün yazaq. Deməli, son koordinatımız olacaq mənfi 20. Başlanğıc koordinat mənfi 30. Üstə gələk. Sürətdə 2-dir. 2 T'yə. B cismi üçün yazsaq. Deməli, mənfi 20 bərabərdir mənfi 10 minus 2 T'yə. İndi mənə deyir ki, 8-ci saniyənin sonunda maddi nöqtələr arasındakı məsafə. Gəlin 8-ci saniyə üçün tapaq görək hansı koordinatda olacaqlar. Mənfi 30 üstə gələk 2 vurulsun 8. Yəni mənfi 30-dan 16-nı çıxırıq, qalır mənfi 14. Düzdürmü? Digər üçün hesablayaq. Deməli, yəni bax bu hissələrə baxmırıq da. Bu 5 saniyə üçündür. Bizim koordinat tənliyimiz bax budur. Mənfi 30 üstə gələk 2-dir, digər isə mənfi 10 çıx 2-dir. Olur, mənfi 10 çıxılsın, 2 vurulsun 8-dən olacaq 16, cavab eləyir mənfi 26. Deməli, 8-ci saniyənin sonunda A cismi mənfi 14, B cismi mənfi 26 koordinatında olacaq. Onda 26-dan 14-ü çıxırıq, aralarındakı məsafəni tapırıq. Nə qədər olur? 12 metr olur, cavab C variantı. İndi keçək digər sualımıza. 4 metr böl saniyə kvadratı təcillə bərabər yavaşlayan, hərəkət edən cisim 6-cı saniyədə 8 metr yol gedirsə, onun başlanğıc sürəti. Baxın, bu cıcı 8-ci saniyədə gedilən yol deyirsə, onda SN nəyə bərabərdir? Bir də başlanğıc sürəti var. V0 minus A bölünsün 2, 2N minus 1. Düsturundan rahatlıqla tapa bilərəm. Deməli, məndən nəyə soruşur? Başlanğıc sürəti soruşur. Aha. Gəlin yazaq. 8-ci saniyədə gedilən yol, 6-cı saniyədə daha doğrusu 8 metr və 0 minus A bölünsün 2, yəni 4 bölünsün 2, cavab olur 2, 2 vurulsun 6 minus 1. 8 bərabərdir və 0 minus, deməli bura eləyir 12, çıxanda 11, 2-yə də vuranda 22. Onda V0 tapıram, neçə eləyir? 30 metr böl saniyə eləyir, cavab olur C variantı. Fırlanan diskin mərkəzindən 8 sm məsafədəki nöqtələrin xətti sürəti 20 metr böl saniyədir. Xətti sürət 12 metr böl saniyə olan nöqtələr diskin mərkəzindən hansı məsafədədir? Baxın, fırlanan disklərdə hər hansı bir nöqtədə sürəti tapanda həmin o sürət mərkəzdən olan məsafə ilə düz asılıdır. Yəni V nəyə bərabərdir? Omega R və R-lə düz asılı olacaq. Yəni, mərkəzdən olan məsafə harada çoxdursa, orada da sürət daha çox olacaq. Deməli, 8 metr olanda olur, daha doğrusu 8, gəlin, metrə çevirək, 0,8. 0,8 metr olanda məsafə, sürət olur 20 metr bölünsün saniyə. İndi deyir, 12 metr böl saniyə olanda nə qədər məsafədə olacaqdır. Buradan x-i tapanda nə edirik? Deməli, x-i tapanda 0,8-i vururuq 12-yə. Deməli, bölürük 20-yə. Cavab eləyir, x bərabər eləyir 0,048 metr. Onu da santimetrə çevirində 100-ə vururuq, olur 4,8 santimetr. Cavab olur C variantı. Cisim yerdən şaqli istiqamətdə 30 metr bölünsün saniyə sürətlə yuxarı, həmin anda isə 70 metr hündürlükdən 5 metr böl saniyə sürətlə şaqli aşağı digər başqa bir cisim atılır. Deməli, cisimlər hansı hündürlükdə görüşəcəklər? Gəlin, birinci bu cisimlər üçün neyək? Koordinat tənlikləri yazaq. Düzdürmü? Koordinat tənlikləri yazandan sonra işimiz asanlaşacaq. Gəlin, baxaq birinci cisimə. Birinci cisim nə olur? Yer səthindən yuxarıya doğru atılır. Tutalım, bax, bu oxu biz Y oxu qəbul etsək, hansı istiqamətdə atılır? Y oxu istiqamətdə. Y bərabərdir, yer səthindən atılır deyə Y 0, 0-a gedir.
olur y bərabərdir. Deməli, y1 yazaq bura. y1 bərabərdir 30t minus gt kvadratı bölünsün 2. J'nin yerində 10 yazsaq olacaq 30t minus 5t kvadratına. Y2-yə baxaq. Bu isə müəyyən yerdən h, müəyyən 70 metr hündürlükdən atılır. Onda y2 nəyə bərabər olur? 70 minus 5t. Çıx gt kvadrat bölgü, yenə ora 5t kvadrat şəklində yaza bilərəm. İndi deyir ki, görüşsünlər. Bu görüşmək üçün nə etməlidir? Bu koordinatlar bərabər olmalıdır. Yəni y1 y2-yə bərabər olmalıdır. Bərabərləşdirək görək nə olur? 30t çıx 5t kvadratı bərabərdir. Deməli, 70 minus 5t minus 5t kvadratı. Hər iki tərəfdən 5t kvadratlar gedir. Düzdürmü? Baxın. 5t'ni də bura müsbətlə keçirsək olacaq 35t bərabərdir 70-ə, t-də nəyə bərabərdir? 2 saniyə. 2 saniyə sonra bunlar görüşəcəklər, amma hansı hündürlükdə olacaqlar? Gətirək, hansısa bir tənlikdə yerinə qoyaq, çox rahatlığına tapacağıq. Gətirək, baxın, bu birinci tənlikdə qoyaq yerinə. Olacaq 30 vur 2-dən 60 çıxılsın, 5 vurulsun 2-nin kvadratı 4. Olacaq 60 çıxılsın 20-dən 40 metr. Cavab olur A variantı. İndi baxaq 35-ə. Cismə təsir edən qüvvənin fx proyeksiyasının zamandan asılıq qrafikinə əsasən vx, vxt tənliyini yazın. Yazaq. Bax, f nəyə bərabərdir? MA-ya. Gəlin təcilimizi tez tapaq. F bölünsün M-lə. Təcilim tapmaq üçün edirəm. Qüvvəni kütləyə bölürəm. Yəni 6-nı bölürəm 4-ə, cavab eləyir 1,5. Və onda V nəyə bərabər olur? Başlanğıc sürəti verib 20. Üstə gələk 1,5 t-yə. V bərabərdir V0 plus AT tənliyindən tapdım ki, cavab D variantı edir. Deməli, yer səthindən 80 metr hündürlükdən şaquli yuxarı atılan cismin yerə çatan anda sürətinin neçə metr bölü saniyə olduğunu tapın. Onda bax, bu düsturdan istifadə edə bilərəm. Son sürət nəyə bərabərdir? V0 kvadrat üstə gələk 2JH. Yerdə müəyyən hündürlükdən atılıb. V0 nəyə bərabərdir? 40 kvadratı 1600 üstə gələk 2 vurulsun 10 vurulsun 80. 1600 üstə gəlir 1600, 3200 edir. 3200-ü də mən 2 vur 1600 kimi yaza bilərəm. Buradan da nə çıxır? 40 göhtə 2 çıxır. 40 göhtə 2 çıxır, cavab olur B variantı. Hər birinin kütləsi 1,5 kiloqram olan 5 tircik üst-üstə qoyulub. Daha doğrusu F qüvvəsi tətbiq olunan tirciyi dartıb çıxartmaq üçün minimum nə qədər qüvvə tətbiq etmək lazımdır. Baxın, bu F qüvvəsi ilə mən bir dənə tirciyi çıxartmaq istəyirəmsə, onda bax, bu istiqamətdə və bu istiqamətdə nə yaranır? Sürtünmələr yaranır. Bura bir F deyək, bura F2 deyək. F1-i tapmaq üçün nə edir? Ümumiyyətlə, sürtünmə qüvvəsinin düsturu nəyə bərabərdir? Mü MJ-yə. Mü nə qədərdir? 0,4-dür. Baxın, F1-in üstündə neçə dənə tircik var? 2 dənə tircik var. Hər birinin kütləsi də 1,5. Onda olacaq kütləmiz, ümumi kütləmiz 3. Vurulsun 10. Cavab eləyəcək 12 Newton. İndi F2-yə baxaq. Yenə MJ-dən 0,4 vurulsun. Baxın, F2-nin üstündə neçə dənə? 1, 2, 3 dənə 1,5 kiloqram kütləli tircik var. Onda olacaq 4,5 vurulsun 3-ə. Düzdürmü? Onda görək neçə eləyir? 0,4 vurulsun 10, cavab eləyir 18 Newton. Onda ümumi, bax bu tirciyə əks istiqamətdə F1, F2 sürtünmə təsir edir. Onda ümumi F sürtünmə nəyə bərabər olur? 12 ilə 18-in cəmi, yəni 30 Newton edir. Yəni minimum 30 Newton sürtünmə təsir etməlidir. Baxaq 38-ə. Deməli, üfüqi müstəvidə kütləsi 30 kiloqram olan cisim 150 Newton qüvvənin təsiri ilə göstərilən istiqamətdə hərəkət edir. Reaksiya qüvvəsinin deməli bizdən soruşur. Aşağıya doğru ağırlığı var. Deməli olacaq 300 Newton. Bir də dayağın cismə təsiri bir reaksiya qüvvəsi var. Bu F qüvvəsində gəl proyeksiya ayıraq. Cavab bitişi olan Fx olacaq, digəri Fy olacaq. Biz Fx ilə yox, Fy ilə işləyirik. Yuxarıya təsir edən qüvvələr aşağıya təsir edənlərə bərabər olmalıdır. Yəni n üstə gələk Fy bərabər olmalıdır 300-ə. Buradan n-i tapanda nə edirik? 300-dən çıxırıq. Deməli, olacaq 150 sinus 37 dərəcədə. Yəni 150 vurulsun 0,6. Cavab eləyəcək
Deməli, 150-ni 0,6-ya vursaq, eləyir 90. 3 üzərində 90 çıxanda olur 210 Newton. Cavab olur C variantı. Bucaq sürəti 0,2 omegası 0,2 radian bölü saniyə ilə maddi nöqtə 45 cm olan radiusu 45 cm olan çevre üzrə bərabər sürətlə hərəkət eləyir. Periodun 4/1-nə bərabər müddətdə yer dəyişməyə görə orta sürət. Gəlin periodu tapaq görə periodumuz nə qədərdir? Deməli bucaq sürətinin düsturu 2pi bölünsün t-dir. Gəlin buradan t-ni tapaq. 2pi bölünsün omegadır. 2 vurulsun 3 vurulsun 0,2 olacaq 6 bölü 0,2. Deməli olacaq 30. Düzdürmü? Mənim periodum 30'dur. Onun 4/1-i nəyə bərabərdir? Yəni 4/1-nə bərabər zaman müddətində. Yəni 30 bölünsün 4 cavab eləyir 7,5. Tapdıq. İndi orta sürətin düsturunu bilirik də. S ümumi bölünsün T ümumi. Birinci T'ni tapdım. İndi S'i tapacağım. Baxın, periodun 4/1-də baxın, cisim buradadır. Periodun 4/1-də bu vəziyyətə gəlir. Onda onun S yer dəyişməsi nəyə bərabər olur? R kökdə 2-yə bərabər olur. Onda gəl yazaq. Bura sığmayacaq. Gəlin buradan yazaq. Deməli, R kökdə 2, yəni 45 kökdə 2 bölünsün 7,5. Deməli, gəlin bölək. 45 kökdə 2 7,5-ə olacaq. Deməli, 6 kökdə 2. Amma mən santimetr bölü saniyə ilə yazdım da, metr bölü saniyəyə çevirməliyəm. Cavabı metr bölü saniyə. Onda da 100-ə bölürəm. Olur 0,6 kök altında 2 metr bölünsün saniyə. Cavab olur A variantı. Gəl 40-a baxaq. Yaydan asılmış yükü 6 kiloqram artıranda yayın uzanması 4 dəfə artır. Baxaq. Deyir kütləni 6 kiloqram artıranda yayın uzanması 4 dəfə artır. Yükün əvvəlki kütləsi. Bax, mg nəyə bərabərdir? Kx-ə. Yayda müəyyən yük asılıb və müəyyən qədər uzanıb yay və sabit tarazlıqda qalıb. Buradan baxıram, m ilə x necə asılıdır? Düz asılıdır. Yazıram m1 bölünsün m2, x2 bölünsün, daha doğrusu x1 bölünsün x2-yə bərabərdir. Deməli, m1, m2-im də m1 üstə gələ 6-dır. x1-im, x2-im də 4x1-dir. x1'ə ixtisar gedir. Olur 4m1 bərabərdir. m1 üstə gələk 6-ya. Olur 3m1. 6. Onda m1'im nəyə bərabərdir? 2 kiloqram. Cavab olur D variantı. Üfüqi müstəvidə 12 metr bölü saniyə başlanğıc sürətlə şəkildə kimi hərəkət edən 1 kiloqram kütləli cismin hərəkət tənliyi yazın. Baxın, dartı qüvvəsi 16 newtondur. Sürtünmə qüvvəsi 20 newtondur. Cisim necə hərəkət eləyəcək? Sürtünmə daha böyük olduğundan cisim yavaş-yavaş hərəkət eləyəcək. Gəlin təcili tapaq. Təcili tapanda da nə edirik? Əvəzləyici qüvvəni kütləyə bölürük. Yəni 20 çıxılsın 16. Deməli, sürət hansı istiqamətdədir? Dartı qüvvəsi istiqamətdədir. Onda dartıdan çıxırıq sürtünməni, bölürük kütləyə. Yəni 1-ə. Olacaq dartı 16 çıxılsın 20. Təcilimi tapdım. Neçə eləyir? -4 edir. Onda gəlin hərəkət tənliyi yazaq. Yavaş-yavaş hərəkət üçün V bərabərdir. V0 nə qədərdir? 12 çıxılsın 4T. Bu da harada verilib? D variantında verilib. 41 olur D variantı. Üfüqi səth üzərində hərəkət edən cismin təcilinin ona təsir edən dartı qüvvəsindən asılılıq qrafiki verilibdir. Sürüşmə, sürtünmə qüvvəsi məndən soruşur. Baxın, cisimə 5 newton qüvvət təsir edənə qədər cisim neyinib? Hərəkət etməyib. Artıq 5 newtondan sonra cisim hərəkət edib. Bax, mənim bu 5 newtonu mənim sürtünmə qüvvəmdir. 13 newtonum isə dartı qüvvəmdir. Gəlin baxaq. Buradan kütləmi tapa bilərəm də. F əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. Əvəzləyici qüvvəm 13 çıxılsın 5 bölünsün kütləm nə qədərdir? Daha doğrusu bura təcil olmalıdır, üzr istəyirəm. Bölünsün 4. Cavab eləyir 8 bölü 2-dən 2. Mən nəyi tapdım? Kütləmi tapdım. İndi sürtünmə qüvvəsinin düsturunu yazıram. Sürtünmə qüvvəsi nəyə bərabərdir? Mü mg-yə. İndi mən mü-nü tapa bilərəm də buradan. Mü nəyə bərabərdir? F sürtünmə qüvvəsi bölünsün mg-yə. Sürtünmə qüvvəm nə qədərdir? 5-dir. Aşağıda 20-dir. Cavab neçə eləyəcək? Deməli 0,25 cavab olur C variantı. İndi mənə bax, vahid açılışı verib. Gəlin bunu yazaq.
Joule vur saniyə bölünsün kilogram böl metr kvadratı. Baxın, joule yerinə yazıram. Newton vur metr yazıram. Vur saniyə böl kilogram metr kvadratı. Bax, bu metrlə bu metr getdi. İndi Newton açaq. Kilogram metr bölünsün saniyə kvadratı. Bilirik ki, Newton açılışıdır. Yuxarıda bir saniyə var. Aşağıda da kilogram vurulsun metr var. Kilogram metr getdi. Saniyədə bir dənə saniyəni apardı. Qaldı 1 bölünsün saniyə. Bu da mənə dövrətmə tezliyini verir Y variantı. Sürətin proyeksiyasının zamanın asılı qrafikinə əsasən 3 kilogram kütləli cismin 30 saniyə ərzində impulsun dəyişməsi. İmpuls dəyişməsi nəyə bərabərdir? M delta V'yə. Yəni M V2 çıxılsın V1'ə. Kütləm nə qədərdir? 3'dür. Son sürətim 20'dir. Başlanğıc sürətim -20'dir. Çıxılsın -20. Olacaq bura 40. 3'ə də vuranda olacaq 120 kilogram metr bölünsün saniyə. Tarazlıqda olan cismin bir cins çubuğun çəkisi. Bir cins olduğuna görə tam mərkəzdən aşağı çubuğun çəkisini yazıram. Neyidir? Dayaq ətrafında sadə əqrəbinin əksi istiqamətdə. 3P isə sadə əqrəb istiqamətdə. İndi baxaq. 2P-dirsə, bax, buradakı gərilmə də 2P-dir. Eyni ipdə eyni gərilmə olduğundan, bax, burada olacaq 2P. 2P-də neyidir? Sadə əqrəbini istiqamətdə fırlatmağa çalışır. Gəlin, momentlər qaydasını yazaq. P çubuq dayaqdan nə qədər məsafədədir? 1. Sadə əqrəb istiqamətdə. İndi sadə əqrəb istiqamətdələri yazaq. 2P vurulsun 1, 2, 3. Üstə gələk 3P vurulsun 1. Onda P çubuq nəyə bərabərdir? 6P üstə gələk 3P. Cavab eləyir 9P. 45 olur B variantı. Bir cins çubuğun bir ucundan kəsiləndə ağırlıq mərkəzinin yeri 8 cm sürüşür. Baxın, çubuğun ucundan nə qədər kəsilirsə ağırlıq qüvvəsi onun yarısı qədər dəyişir. Deməli 16 cm kəsilib ki, onun yarısı qədər 8 cm ağırlıq mərkəzinin yeri dəyişib. İndi impulsdan qüvvəyə keçməliyik. Yəni qüvvə də təcillə düz mütənasibətdir. Yəni bunu təcil kimi də görə bilərik. Baxaq. Və impulsu da sürət kimi görə bilərik. İmpuls dəyişməyib. Deməli onda nə olacaq? F-im 0 olmalıdır. Bu bərabər sürətli hərəkətdir. F olmalıdır 0. A getdi, B getdi, C getdi. Ya D-dir, ya Y-dir. İndi baxaq. Sürət nə olur? Yavaşlayar da, yəni sürət yavaşlayan hərəkət eləyir və sürət mənfidirsə, yavaşlayan olması üçün sürətlə təcil əks istiqamətdə olmalıdır. Əgər sürət mənfidədirsə, təcil müsbətdə olacaq. Cavab olur 47 Y variantı. V0 başlanğıc sürətlə şaqil istiqamətdə atılmış cismin potensial enerjisi kinetik enerjisindən 15 dəfə potensial kinetikdən 15 dəfə böyük olanında sürət. Yəni potensial nəyə bərabərdir? 15 Y kinetikə. Gəlin onda tam enerjimizi yazaq. Tam enerji nəyə bərabərdir? Kinetik və potensialın cəminə. Düzdürmü? Potensial da 15 Y kinetikdir. Burada da bir Y kinetikimiz var. Olacaq 16 Y kinetik. İndi yazaq. Y tamın yerinə. Elə bil ki, tamda sürətin maksimal qiyməti olacaqdır. Onu da gəlin MV0 ilə işarə eləyək. Olacaq MV0 kvadratı bölünsün 2 bərabərdir 16 MV kvadratı bölünsün 2-yə. 2'lər və m'lər ixtisar getdi. Onda V0 kvadratı 16 V kvadratına bərabərdir. Kvadratdan azad etsək olacaq V0 bərabərdir 4V'yə. Buradan da V-ni tapsaq nəyə bərabər olur? V0 bölünsün 4-ə cavab olur. 48 D variantı. Keçək 49-a. Elə Venn diaqramıdır. Elastiklik və ağırlıq qüvvəsi. Yerin mərkəzinə doğru yönələn ağırlıqdır. Yayın mütləq uzanması ilə düz asılı olan elastikdir. Newton hər ikisinin vahididir. Yaydan asılmış cismin kütləsindən asılıdır. Deməli, yaydan asılıbsa bu gedəcək elastik qüvvəyə, cismin yer tərəfindən cəzb olunduğu qüvvə isə ağırlıq qüvvəsidir. Düz xətli hərəkətdən cismin koordinatının zaman asılı qrafik verilib. Deməli, hansı zaman intervalında impuls və qüvvə əks istiqamətdədir? Bunun üçün necə hərəkət etməlidir? Yavaşlayan. İndi baxaq qrafikdən yavaşlayanı seçməliyik. 0T1 baxın yavaşlayır. Bir də T2, T3 yavaşlayır. Cavab olur 50 D variantı. Deməli, bərabər sürətli hərəkətlə tircinin üzərindəki yük götürdükdə sürüşmə sürtünmə qüvvəsi və sürtünmə əmsalı. Bax, sürüşmə sürtünmə qüvvəsi müəmjədir. Bax, birinci kütlə 4M idi. Sonra bu 3M'i götürdülər, oldu M. Nə qədər azaldı? 4 dəfə azaldı. 4 dəfə azaldığından bu da 4 dəfə azalacaq. Amma sürtünmə əmsalı asılı deyil heç nədən, onca dəyişməyəcək. Cavab olur C variantı. İmpulsunun sürətinin modundan asılı qrafik verilib. Şübcanın sayısı. Baxın, şübcanın sayısı mənə nəyi verir? Deməli, V bölünsün 2 vurulsun P. Bu da nəyin düsturudur? Kinetik enerjinin düsturudur.
olacaq kinetik enerji 52 D variantı. Baxaq 53-ə. Üfüqi sürtünməsiz səthdəki 3 kiloqram, 1 kiloqram kütləli deməli 2 cismi sıxılmış yaydan bir-birinə bağlanmışdı. Yayın potensial enerjisi 6 joule olarsa 6 joule-dur. Yay sıxılmış sap kesti ikincisinin kinetik enerjisi nəyə bərabər olur? Baxın. Yer səthindədir və yay sıxılmış vəziyyətdədir. Yay sıxılıb və kütlələr hərəkətsizdir. Ona görə də deməli cisim nəyə malikdir? Potensial enerjiyə yalnız malikdir. Eyni zamanda tam enerjisi də elə potensial enerjisinə bərabərdir. Bu da nəyi verir mənə? 6 joule verir, düzdürmü? Sistem üfüqi sürtünməsiz səth üzərindədir. Yenə deyirəm, kinetik yoxdur. Sükunətdə olduğuna görə tam enerji ilə potensiala bərabərdir. O da 6 joule bərabərdir, düzdürmü? Və başlanğıc halda impuls son haldakı impulsa bərabərdir. Onda mənim kinetik enerjimin düsturu nəyə bərabərdir? P kvadrat bölünsün 2m. Onda əgər impuls saxlanılırsa, kinetiklə kütlə necə asılıdır? Tərs asılıdır. Y1 bölü Y2 bərabər olur. M2 bölünsün M1-ə. Düzdürmü? M2-nin kütləsi 1, M1 3-dür. Onda 3Y1 bərabər olur Y2-yə. Bir də sapı kəsdikdən sonra cisimlər müəyyən kinetik enerjiyə malik olacaq da, həmin bax o ikisinin malik olduğu kinetik enerjinin cəmi də mənə tam enerjini verməlidir. Yəni 6 joule verməlidir. Mən tapdım ki, Y2 3Y1-ə bərabərdir. Onda olacaq 4Y1 bərabər olur 6-ya. Buradan Y1-i tapıram, nə qədər eləyir? 1,5 joule edir. Amma məndən ikinci cismin kinetik enerjisini soruşur. Onda 6-dan da 1,5-ə çıxıram, cavab eləyir 4,5 joule. Deməli, bir cins çubuğu tarazlıqda saxlayan sapın gərilmə qüvvəsi 60 Newtonda, çubuğun çəkisi. Bir cins olduğuna görə tam mərkəzdən aşağı mən çubuğun çəkisini yazıram. Baxın, çubuqla T gərilmə bir-birinə paralel olanda bucağı nəzərə almırıq da. Onda gəlin, bax, dayağı da qoyaq bura. Tarazlıq şərtini yazaq. T vurulsun. 1, 2, 3, 4, 5. Nə etməyə çalışır sadə əqrəbinin? Sadə əqrəb istiqamətdə. P çubuq isə sadə əqrəbin əks istiqamətdə fırladır da. P çubuq vurulsun 3, yəni 3 P çubuğa. Yazıram. 60 vurulsun 5. Bərabər olur 3 P çubuğa. 3 ilə 60 gedir. Burada qalır 20. Onda P çubuq 20 vurulsun 5-dən 100 Newton tapılır. Qüvvənin qiymətini 40 Newton azaldıram. Qüvvə qolunu dəyişmirəm. Moment isə nə olur? 6 dəfə azalır. İndi mənə deyir ki, qüvvənin başlanğıc qiymətini tap da. Bax, mən bilirəm ki, moment nəyə bərabərdir? Moment F vurulsun D-dir. D dəyişmirsə, moment F-lə düz asılıdır. Asılığı yazaq, M1 bölünsün M2, F1 bölünsün F2-yə bərabərdir. Baxaq, M2-nin yerinə də M1 bölünsün 6 qalxır yuxarı. F1, F2-nin yerinə də F1 çıxılsın 40 yazıram. M-lər ixtisar gedir. Olur 6 F1 çıxılsın 240 bərabər olur F1-ə. Olur 5 F1 bərabərdir 240-a. Buradan F1-ə də tapanda nə edirəm? 240-ı 5-ə bölürəm. Cavab olur 48 Newton. Qüvvənin başlanğıc qiymətini tapdım. İndi qrafikə baxaq. Birinci hissədə yeyinləşən hərəkət olduğundan nə olur? Çəki artır. Adamın çəkisi artacaq. Bərabər sürətli hərəkət olduğuna görə çəki ağırlığa bərabər olacaq. Yəni çəki dəyişməyəcək. Üçüncüdə isə yavaşlayan hərəkət olduğuna görə çəki ağırlıqdan daha az olacaq. Yəni adamın çəkisi azalacaq. Cavab olur D, A və C. Tircikləri bir-birlə birləşdirən sapın gərilmə qüvvəsi. İndi baxaq. Deməli, proyeksiya ayırsaq, bura olacaq Fx. Yəni 60 vurulsun. Kosinus 37, 0,8 cavab eləyir 48. Üfüqi toplanandan işləmirəm. Cismi dartan hansıdır? X toplanandır. Sistemin təcilini tapsaq, 48-i bölürəm sistemin kütləsinə, yəni 8, daha doğrusu 6-ya. Cavab nə eləyir? Cavab eləyir 8 metr bölünsün saniyənin kvadratı, düzdürmü? İndi baxaq. Bax, ipin gərilməsi məndən soruşur. Bax, bu gərilmə qüvvəsi hansı kütləli cismi dartır? Ancaq M1 kütləli cismi dartır. Onda T nəyə bərabərdir? M1 vurulsun A-ya. Kütləm 2-dir. Deməli. Təclim də 8-ə cavab eləyir 16 Newton. Yerdən şaqlı yuxarı atılmış cismin 2-ci və 5-ci saniyənin sonunda eyni hündürlükdə olmuşdu. Başlanğıc sürəti. Baxın, 2-ci və 5-ci saniyələrdə eyni hündürlükdə olubsa, onda onun maksimal nöqtədə olma müddəti olacaq 3,5.
cəmləyib yarıya bölərək də tapmaq olar. Çünki 2-ci və 5-ci saniyədə eyni hündürlükdə olub. Bunda başlanğıc sürəti tapanda nə edirik? Ümumiyyətlə şaquli yuxarı atılmış cismin deyə qalxma müddəti V0 bölü J-dir. Onda V0 tapanda nə edirəm? T qalxmanı J-yə vururam. Yəni 3,5-i ona vururam. Cavab eləyir 35. Sonra eyni sürətlə düz xətlə hərəkət edən 2R və 4R radiuslu bir cins qurğuşun kürələrin kinetik enerjiləri arasında. Bax, kinetik enerji nəyə bərabərdir? MV kvadratı bölünsün 2. Sürət eynidir. Onda M-in yerinə nə yazıram? Rho V bölünsün 2V kvadratı. V-nin də yerinə nə yazıram? Kürə olduğuna görə 3-də 4 pi-r kubu. V kvadratı bölünsün 2-yə. İndi baxaq. Kinetik enerji R-in kubu ilə düz asıldı. Onda yazıram Y1 bölünsün Y2 bərabər olur R1-in kubu bölünsün R2-nin kubu. Düzdürmü? Bax, R1-imiz nədir? 2R-in kvadratı. 2R-in kubu daha doğrusu olacaq 8R kubu. 4R-in kubu 64R kubu. Burada qaldı 8. Olacaq 8Y1 bərabər olur Y2. Yəni ikinci halda kinetik enerji birincidən 8 dəfə çox olur. Baxaq indi buna. Hər hansı bir X planetinin kütləsinin yerin kütləsindən 2 dəfə kiçik. Yəni MX yerin kütləsindən 2 dəfə kiçikdir. Radiusu isə yerin radiusuna bərabərdir. İndi yerdə J 10-dursa, deyir X-in sərbəst düşməsini. J yer nəyə bərabərdir? J M yer bölünsün R yerin kvadratı. Bunu mənə nə verib? 10 verib. İndi J X üçün yazaq. J M X nəyə bərabərdir? M yer bölü 2. Radiuslar da bərabərdir. R yerin kvadratı. Baxın, J M yer bölü R yerin kvadratı mənə 10 verirsə, 10 bölünsün 2-dən də nə tapıram? Deməli, planetin sərbəst düşmə təcili 5-dir. İndi deyir ki, planetin səthindən 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyü nəyə bərabərdir? Müəyyən başlanğıc sürətlə yuxarı atılırsa, maksimal qalxma hündürlüyü V0 kvadrat bölü 2J ilə tapılır. Olacaq 900 bölünsün planet üçün. X planet üçün tapırıq. 2 vurulsun, J nə qədərdir? 5-dir. Cavab eləyir 90. İndi deyir ki, 50 metr bölü saniyə sürətlə şaquli yuxarı atılmış cisim neçə saniyədən sonra planetin səthinə düşəcək. Onda T uçuş müddəti nəyə bərabərdir? 2V0 bölünsün J-yə. 2 vurulsun 50, J də neçədir? 5-dir. Onda neçə tapıram? 20 saniyə sonra gəl yerə düşür. Yəni uçuş müddəti 20 saniyə edir.